Salam əziz izləyicilər. Mən məcbur oldum bir müraciət edeyim. Deməli, mən Ağdam rayon sakini, şəhid evladı və Əli Qurbanov Ülfət Əli-Qismətoğlu. Mənim buradan müraciətim Azərbaycan Respublikasının prezidentinə və vitse-prezidentinə və Təbibin yeni rəhbəri Anar Bayramovadır. Cənab Anar müəllim, məlumuz olsun ki, mən uzun müddətli hərbi zamandan asma xəstəliyinə tutulmuşam və uzun müddətli ki, 16-cı ilə keçib ki, mən asma xəstəsiyəm. Özüm Əlidən, şəhid evladıyam. Mən uzun müddətli Ağdam mərkəz xəstəxanasından mən dava dərmanlar alıram, asma aid olanlar. Erfilin, natrixlor, dexamesozon. Ben bunları Allah'ım ben günde 2 dəfə, 3 dəfə erifini vurdururam. Boğulmalarım çok olduğuna göre ağır asmatik, infeksiyonlu forması, bütün epikrizlerimde 16 ilin epikrizleri hamısı əlimdədir, ağzıyar, bütün xəstəxanalarım. Ben yani ağır xəstəm. Bir sözlə onu bildirmək istəyirəm ki, Ağdamda bir 7-8 ay olar ki, bir ora baş həkim təyin olunur. Yani bu müəllimə vaxtından ora təyin olunan bir baş həkim var. Abdülkadir Günel. Deməli, Nazım qızı. Deməli, bu Günel xanım burada işlədiyi müddətdə agresi ilə vətəndaşlara cavab verir. Ümumiyyətcə, onun qəbuluna vətəndaşlar düşə bilmir. Düşən zamanla qapısının altından növbədə qalır. Ya telefonla, 40 dəqiqə telefonla danışır. Ya görürsən ki, deyir, işim var. Ümumiyyətcə, vətəndaş, şəhid ailələri, qazilər da olub, veteranlar da olub. Bunun qəbuluna düşə bilməyəndə bunlarla agresiv danışır və vətəndaşlar hamısı rəhbəriyə müraciət edir, şikayət edir. Neçə dəfə vətəndaşlar istəyib Bakıya gələ, orada şikayətini bildirə, ya icra hakimiyyətinə dəfələrlə bu baş verib. Deməli, bu baş verəndə, yəni orada rəhbəriyə də müraciət edib, orada vətəndaşların xahişlə, minnətlə qarşısına alır ki, şikayət olmasın. Yəni, Günel xanım agresiv bir baş həkimdir. Bunu bildirim ki, mən hər ay mən oradan yəni şəhid ailələrdir, veteranlardır, qazilərdir, əlilliyi olan şəxslər, imtiyazlı şəxslər, yəni hər ay oradan dərman almalıdır. Yəni devlətin qanunuyla oradan dərman. Yəni asma xəstəsi, yəni bu ay dərmanı almasa onda çətinlik olur. Yəni boğulmalarıdır, budur. Yəni bu sıxımalar almasa biz əziyyət çəkirik, çətinliyimiz olur. Mən hər gün 2 dənə, 3 dənə erifini vurdururam. Yəni hava mövsümünlə bağlı. Yəni onu bildirim ki, Günel xanım ümumiyyətcə nəinki vətəndaşlara, orada içilərlər hər biri ilə oradakı içilərlə agresiv cavab verir, qərəzli olur, şikayətlər olur. Bax, həkimlərlə dalaşır. Sestirayla dalaşır. Nə bilim, orada elə bir həkim yoxdur, onu hədələməyə, deməli, tibbi şurayla hədələməyə. Yəni, ona orada deyil. Yəni, orada Ağdamda olan 3-4 həkimlər də sən onun əlindən qaçıb gedəsidir. Yəni, bu Güneli uzun müddətdə başqa yerlərdə də işləyibdir, başqa sahələrdə. Şurada da yarıtmacılıq olub, oradan çıxıbdır. Yəni, bu hansı minnətlə, xahişlə bu Ağdam xəstəxanasına təyin olundu. 2 dəfə imtahandan kəsildi. Necə təyin olundu? Günel xanım, harada verdin o imtahanı? Sən imtahanları 2 dəfə kəsmişdirlər. Bu bir. Hər şey, bütün araşdırma hamısı mənimlə yaxın müddətdə hər şey qoyacam ortaya. İndi mən buradan sizə bildirmək istəyirəm ki, cənab prezident, vitse-prezident həmişə deyir ki, şəhid ailələri, şəhidin evlatları bizim balalarımızdır, şəhidlər bizim qardaşımızdır, onları heç kim incidə bilməz. Bütün devlət orqanları, bütün şəhid ailələrinə, şəhidin evlatlarına, qazilərə diqqət qayğı göstərməlidir. Amma təəssüflər olsun ki, Ağdam xəstəxanasının deməli, baş həkimi o diqqət qayğı görmürük. Yəni, ümumiyyətcə, xəstəxanada hələ qorxu gəlmədiyi həkim sestirayla dalaşır. Sestiriyə elə sözlər deyir ki, adi bir sestiriyə cərrahanın 2 dənə sestirasına aylarla ki, əl çəkmir, onlara orada ilişir. Sestiraya deyir ki, sən başqa yerlərdə görürlər, başqa işlərlə məşğulsan. Sestiriya deyiləcək sözdür. Sonra ümumiyyətlə insanlara qovuş səsində cavab verir.
Ondan əfsanə şikayətlər çox olduğuna görə gözümün şahid olmuşam. Mən həmişə Ağdamda dərman alıram. Yəni ona deyənlər ki, o günləri girmişəm aptekaya dərman almağa. Uzun müddət bu Zabit müəllim var. Elə orada o da hardasa bir ildir mi nə qədərdir orada işləyir. Bu Zabit doktor xəstələri incidir. Xəstələrə deyir yalanla bu ay dərman gəlir. Deyərlər ki, səni gedəcəm, hüquq mühafizə orqanlarına verəcəm, icra hakimiyyətinə, prokurorluğa şikayət edəcəm. Təbəbə şikayət edəndə o dəqiqə çağırır dərmanı verir. Dərmanı verir. Deyəcək kim bilməsə sağ verir. Elə bir sanki şəxsən mənim başıma gələnlərə deyirəm. Elə bir sanki bu dərmanı biz oğurluq aldıq. Devlətin verdiyi bizə təyin elədiyi dərmanları, onlar özləri vəzifə borçlarını bilmirsə, mən onlara vəzifə borçlarını öyrədə bilərəm. O imtiyazlı şəxslər, şəhid ailələri, Qarabağ ailələri, şəhid ailə üzvlərini dərmanlar hər ay verilməlidir. Bu prezidentin birbaşa tapşırığıdır. Bu bir diqqət qayğı göstərir. Bu prezidentin tapşırığıdır. Günel xanım, səni gözüm görmürsən bunları, eşitmirsən, mən gələm bunu sana xatırlatmaq istəyirəm ki, yəni bunu biləsən. Dəfələrlə oradan şikayətlər olub, hətta yığışıb cəmaət neçə dəfə istəyir ki, edək ki, təbibin rəhbərinə şikayət edə, orada qabağını aldılar. Onu da bildirərəm ki, axırıncı dəfə Buqar müəllim işdən çıxmamışdan 3 ay, 4 ay qabaq ona yoxlama yollamışdı. Deməli, yoxlama yollamışdı. Oranın acilində oranı yoxladığı zamanda buna nöqsanlar tutmuşdular acildə, həmən bu Günel həkimə. Günel həkim onları elə bir nətər deyib, araya qoymuş kimi bir hərəkət eləmişdi onlara. Elə bir ki, körüm onlara gülmüşdü, arxaya çölüb o sestralara, nə bilim, həkimə belə gülmüşdü. Bunlar Elon yanına bunlara cavab verib, araya qoymuş kimi bir hərəkət olmuşdu. Şəxsən Buqar müəllim Zəhmət Ağdam xəstəxanasına dedi ki, orada baş həkim var. Günel kimdir? Orada yoxlamalara problem yaradır. Yoxlamalarla belə xoşa gəlməyən Elon yanına onlara cavab vermək, onları araya qoymaq. Belə bir şey var, araşdıra bilərsin. Mən bütün faktları, subutları eləyə bilərəm. Hər şey məndə faktlar, subutlar var. Oradan gedir, sesliyə ilişir, həkimə ilişir, uziyə ilişir. Da ilişmədiyi yeri qalmayıb. Hani bunun arkasında duran kimdir? Buna daydarlıq eləyən buna daydarlıq eləyən kimdir çıxsın ortaya? Sana prezident hər şey çıxışlarında qeyd edib ki, sərhəd bölgəsi olan insanlara hörmət qoysun, qayda diqqət qayda göstərsin, heç kimə daydaylıq eləməsin, təvəbdə bu daydaylıq baş alıb gedir. Bu nədir? Kim kimin adamda arxasında durur? Nə bilim, Günel xanımın bu arxasında duran kimdir? Mən xahiş edirəm, Azərbaycan Respublikasının prezidentinə, Visa prezidentinə, mən buradan adamın icra başçısına, cənab gözəl insan Vaqif Həsənova, həm də şəhid ailələrinə diqqət qayğı göstərən, vətəndaşların problemlərin daimi gündəmdə saxlayıb həll edir. Mən orada uzumu tutub Vaqif müəllimə bildirmək istəyirəm ki, bu Günel xanım kimə güvənir? Səhərləri Ağdamda vətəndaşlarla şikayətə qalxanda, bir şey olanda devlət başçısından tutmuş prezident aparatına kimi deyirlər məsul şəxs icra başçısıdır. İcra başçısının məsəl üçün Zəfir deyirlər. Amma onu bilmirlər ki, bu heç kimi vecinə almır. Bu nə xəstəxana rəhbəri sayır, nə ona əhəmiyyət verir. Şikayət edirsən, özünü elə aparır ki, bir dənə əlində kozr edir. Nə edir? Vətəndaş yana müraciət edən kimi başlayır vətəndaşı hələ qorxu gəlir. Sən mən şantaj edirsən, əlində bir şey ki, vətəndaş bunu agresiv cavab versin, burada vətəndaşı çevrə tutar. Amma mən şəxsən özümə deyirəm ki, mənim dava dərmanımı bu getmişəm aptekaya, bundan nesi dəfə, bundan başqa direktorlarına vaxtında. Bu adam dərmanları gizlədir, gec verir, fırladır, vətəndaşları incidir. Səs eləyənə, şikayət eləyənə, haqqını tələb edən dərmanı verir, olmayana deyir dərman yoxdur. Bu nə iş görür bu Zabit doktor? Zabit müəllimdir, doktordur. Bu aptekin müdiri. Salaksız bir insanla gətirib qoymuş ona, danışığı da yox. Deyirəm dərman gəlir, deyir dərman gəlir. Deyirəm onda dərman verir, dərman tutarım. Sonra bir də deyirəm sənə şikayət edəcəm, daha deyir ki, dərman gəlməyir. Adamı elə cavab verir. Bilmirsən dərman həqiqi gəlib tutarıb, yoxsa qabaq kimi gəlir hərəkət edir. Yəni ona inanımız yoxdur. Yəni sabahsız bir insanı gətirib qoy bana, danışıq qəlbiyyəti olmayan bir insana, Günel xanımın özü danışıq qəlbiyyəti olmayan, insanlarla danışa bilmir, sestiriyayla akşama kimi var. Cərrahxananın getdi, en büyük adına sandı, bütün rayonlarda tanınmış cərrahına getdi, ilişdi. Nəsə yola verdilər. Ses sırasına ilişir, həkimlərə ilişir. Dəqiqdən bir
iclaslarla qorxuzur, iclas elətdirəcəm, sizi tibbi şuraya qoyacağım. Da iliş verdiği adam qalmayıb, adlarıyla, hamısının adlarını deyirəm. Mən xahiş edirəm ki, devlet baxsınlar. Təbimin rəhbəri Anar müəllimdən. Belə baş həkimləri bu tibbimizə, devlətimizə, devlətçiliyimizə qərar vuran bir insanlardır. Bu 2 dəfə imtihandan kəsilmiş bir insan gəldi, oturdu orada. Nətər keçdi orada oturdu oldu. Adi Uqar müəllim onu tanımırdı. Burada belə bir baş həkim var. Məsələn, belə deyirəm də. Yəni çünki o işçiləri gelib orada yoxlama gelib Uqar müəllimə şikayət edilmiş ki, orada bizdən belə gülür üzümüzə, nə bilim bizdən el cavab verir, bizi saymamazlıq edir. Həmən gün xanımsan da, sen ne eləmək istəyirsən? Sen şəhid ailələrini, qaziləri, işçiləri sıxmaqla, bunlara kolu cavab verməklə, vətəndaş gəlir sənin qəbula, sen telefonla danışsan. 40 dəqiqə sen telefonla danışsan, yarım saat telefonla danışsan. Sen bura təbiblə danışmırsan, nə bilim, rəhbəriyle danışmırsan, heç devlet organları sən qədər telefonla danışmır. Gezin yanlasını telefonda belə edersen, dağlarla danışsan ama belə edersen. Bura idarədir, bura devlətin idarəsidir. Mən özümü tutu, adam icra baxsına, gözəl insan, yaxşı bir baxçımız. Ona demək istəyirəm ki, məlumatınız olsun ki, cənab baxçı, bu Günel xanım, bu vətəndaşları belə incitliklə, bu Ağdamda vətəndaşları devlətdən, devlətçilikdən diksindirir, vətəndaşlar narazı salır. Belə bizi Ağdam xəstəxanada belə məmurlar lazım deyil. Səni bir şey olanda cavabdeh şəxs sizsiniz. Ne olsun təbibin xəstəxanasıdır. Bura Ağdam ərazisidir. Yəni, sənədə də deyəcəklər ki, İslam hakimiyyəti təbir işlə qarşı. Yaxşı qarşıma, sənədə orada bir şey olanda təbir gəlib o insanların qarşısına çıxmır. İcra vasıtası çıxır vətəndaşların qarşısına. Cavabdeh şəxs Ağdam İcra hakimiyyətidir, Ağdam üzrə. Gözəl insandır. Sen bu vətəndaşları niye icra hakimiyyətindən, yuxarıdan, aşağıdan bunları belə vaxtı-vaxtında yola salmışsınız ki, biz de gelip şəhid ailələri çıxış edəyək, şikayət edəyək. Niye belə onu şeylə yanaşırsınız bizə? Belə hörmətsizlik edirsiniz. Dəfələrlə sənin çepelələrin var. Yaxın müddətdə adlarla, siyahıyla çəkəcəm ki, sen Ağdam xəstəxanada kimlərə problem yaradırsan. Birine hoşun gelmeyen kimi başlayırsan tibbi şuriye bu al. Ne bileyim, Cenab çok sağ olsun oranın rehberliği izadı, senin sözüne bakın cemaatı incitmeyin. Bundan sonra da bir yaxşı oranın cavabdeh şəxsi var, şəhid qardaşı, gözəl insan, şəhid ailələrlə, insanlarla elə davranır ki, sanki elə bir şəhid ailələrin qardaşıdır, ne bileyim, ağsaqqalıdır. Gözəl insan, sen o boyda orada işler gören insanların əməyini edirsən, puç edirsən. Seni kim koyup ona? Sen dağındaki duaytıran kimdi ki? Sen bu cücüğünde şehit al. 3 tane şehit bizi incidirsen. Nerede bunun bir madde elinde gelmeydi lan bunu? Bu neydi? Bunu da yani başka yerlerde sattıkta yoksa gene gözümüz ala. Sen kimsin biz? Bu ne? Gene sen kapının altında gözlüğe göre. Bak telefonla danışıp tanıyacak diyor. Bizim onun qəbuluna düşəcəyik. Ben buradan Anar müəllimdən xahiş edirəm. Her birinizin borcudur. Vətəndaşlarla, şəhid ailələrlə, mülki şəxslərlə, yani sizin işçilər yaxşı davranmalıdır. Etikayla, estetikayla. Yoksa işçini, azca vətəndaşında, beni şadet edirsən, şadet edir. Habaqdan olub ki, təbimin rəhbərindən müraciət, vətəndaş şəhid ailəsi, şəhid evladı deyir ki, təbimin rəhbərindən mən müraciət edəcəm, şikayət edəcəm bu öz başlarından şantajçı. İcra hakimiyyətinə şikayət edəcəm şantajçı. Devlet organlarına müraciət etmək şantaj deməkdir. Yoxsa haqqını tələb etməkdir. Bunu kim qoyub bura? Mən videolara davam edəcək, Günel xanımı xahiş edirəm devlet organlarından və təbimin rəhbərini Anar bayramdan xahiş edirəm. Bunun haqqında bir ölçü götürün, bir araşdırın. Mən aracım, məni qəbul edin, Mən orada olan bütün özbaşınaqları, mən Günel həkimin özbaşınaqların çok şeyler var, onların hamısını ben koyup sizin muhabirinizə deyim, sizin sorunuzun üstüne koyup. Ben hiç kimin diyene kimi, beni bütün devlet organlarından belə, icra hakimiyyətləri belə hamısı mən tanıyım ki, ben sözünüzü deyənəm. Bugün səhvsizə deyirəm, səhər yaxşıda onu. Ben özüm de ictimai fəalam, özümün kanallarım var, Siyam.az. Ben bütün vətəndaşların müraciətlərini, öz müraciətlərini kanallarda verirəm. Yani qoy görsünlər ki, vətəndaşlarla belə davranmaq onlar. Mən xahiş edirəm, sonunda, artıq dərəcədə xahiş edirəm, Ağdam İcra Hakimiyyətindən, mən xahiş edirəm, təbibi rəhbərindən və onun müavinlərindən məni qəbul edəsin. Mən Günel haqqında dəqiq
dəqiq məlumatlar, informasiyalar qoyum ortaya. Verdiğim informasiyalarında başımdan cavab deyə. Xahiş edirəm bunun haqqında ölçü götürülür. Mənim videolarımda davam edin.